Mən 2 dəfə bir ayın içində dalbadal bu uşağı xəstələndirmişəm. Özü də mən xəstələndirmişəm. O qədər özümü pis hiss edirəm ki, yəni bu uşağı bir dənə çölə çıxardıram, külək falan tutur, xəstələnir. Ayın əvvəli idi, tətil olanda xəstələndi. İndi də payız tətili idi, bir ayda 2 dəfə. 2 çıxısını bax, hə. Payız tətili idi. Yenə də bu uşaq xəstələnib. Aparam həkimə Mərvanı. Görək indi həkim nə deyəcək Mərvaya. Ay Allah, yenə də dərman zat yazılmasın. Amma mümkün deyil də onsuz da sağalmayacaq. Çünki əməlli yaşıl rəngdə öskürür. Qızdırma yoxdur. Ay, neysə, görək nə deyəcək həkim. Mənim qızım xəstələnib. Balaca çaşqada ona çay gətirmişəm. Ay Allah, dövşanım mənim. Haycan, baxma elə. Şirin balam. Maması onu sağaldı. Gül. Marketdən biraz bazarlıq eləmişəm. Bazarlıq deyərkən ən çox meyvəyə görə getmişdim marketə. Sırf Mərvaya meyvələr verim. Bu simit almışam. Bax, ürəyim. Bax, simit istədin, simit aldım. Sonra özümə çox sevirəm də bunu. Alma, sarı alma, Mərva. Gəl də bura. Heyva. Karalyok. Banan və kivi. Burada da domestos, bir də çif almışam. Sonra belə çay, paket çayı və bir də nə almışam? Göstərim, Mərva. Qatıq. Burada bizdə restoran var. Çox təmizdir də o restoranın yeməkləri və ətlər də orada Kəlbəcərdən gəlir. Xüsusi belə gözəl restorandır. Belə fərqli bir yerdir də ora. Mən çox bəyənirəm oranı. Bir də Mərvaya belə düşbərə götürdüm. Mənim evdə nəsə hazırlayacaq halım yoxdur. Sonra Mərvaya geçsək. Yəni bu piraşkilərin biri 2 manat 30 qəpikdir. Bir dadlıdır, 3 dənə bundan götürmüşəm. Və bir də Mərvaya dolma, bir damcı balaca dolma, hə Mərva? Yeməlisən ki, gücün qalsın da, bala. Qəşəng qatıq da var, çörəyə batırarıq, yeyərsən. Bir damcı sifariş elədim, çünki çox yeyən deyil Mərva. Belə, yəqin ki, bunlarla kifayət edəcək, çünki axşamda, sabahları da sulu yemək özüm bişirəcəm. Aycan, gəl. Canım, mən başa salıram ki, sən yemək yeməsən, sən sağalan deyilsən. Dərmanlar lazımdır, amma əsas yeməkdir. Can. Ay Allah, mənim qızıma nə olub belə? Belə eləyim, gəldi. Qızlar, Mərva yeməyən Mərva bütün düşbərəsini yedi qurtardı. Soyunu da içir elə. 2. Aha, 2, 3. Hoşuma gəlir belə. Bax, indi başlayın. Yemekler çıkıyor. Deyir ki, burada menyu var, burada yeməklər də çıxır, mama. Sən balsan da, bal. Düz deyirəm də. O səhv deyirəm, səhv deyirsən. Özümə bir qəşəm kapuçino hazırlamışam. Sonra Arzumdan aldıqlarımı sizlərə göstərəcəm.
Kızlar, burada da yeni aldığım ətir var. Voyage Beauty-dən yeni ətir almışam. Endirimlər vaxtı idi. Dedim gedim bəlkə yaxşı endirim olsa bir dənə ətir alaram özümə. Michael Kors'un heç vaxt ətirindən istifadə eləməmişəm. Və bir çox ətirlərə baxdım. Yaxşı endirimlər də var idi. Bu ətiri iylədim. Sarxanada mən çox bəyəndik bunun iyini. Klassik bir iyi var, onu deyim sizə. Haradasa Libreni xatırladır. Çox gözəl bir iyi var ya. Qalıcı ətirdir. Parfümdür. Elə ətirlər var ki, onu eləyəndə bilirsən ki, bu qalıcı bir ətirdir. 100 millidir. Gördüyünüz qiyməti də göstərdim sizə. 200 manat idi. Endirim olundu. 150 manat. Bu cür ətir bu qiymətə çox əladır. Belə tester ətirlərdir. 3, 4, 5 ədəd vermişdilər. Bu da Michael Kors'dur. Bunun da qəşəng iyi var idi. Sadəcə olaraq qablaşmasını bəyənmədim. Mənim zövqümdə deyil. Bir ki, kobud qablaşmadır. Həm də dizayn baxımından bəyənmədim. Bu ətiri deyərdim ki, gecə istifadə üçün uyğun ətirdir. Amma mən bunu gündəliyə də istifadə edəcəm. Vlogumda göstərmişdim ki, bir şub almışam Stradivarius'dan, amma onu apardım, qaytardım. Və sonradan o qədər peşman oldum ki, mən bunu niyə qaytardım da, bu mənə bu cürə qəşəng yaraşır. Sizlər də dediniz ki, çox yaraşır sənə. Və doğrudan peşman oldum. Dedim ki, nə vaxt getsəm mütləq alacağım. Və elə oldu ki, endirimlər ərəfəsinə düşdü. 199, yəni 200 manatdan düşüb qızlar 130 manata. Bilmirəm, təzdən geyinim, geyinməyim. Çünki öncəki vlogda göstərmişdim, amma bir də geyinərəm, əybi yox. Mən M ölçü götürdüm. Qiymət də budur. S mənə biraz tam istədiyim kimi qalmadı. Mən istəyirəm ki, mənə biraz boş qalsın. Yaxşı ki, təzdən aldım mən bunu. Mən bir çayımı da içdim. Son girdim Instagramda, baxdım storylərə. Bir də bunu göstərmək istəyirəm. Qızlar, yadınızdadırsa, tonal kremi alanda bu hissəsi qırılmışdı. Yəni, qırıq məhsul vermişdilər mənə. Mən də dedim ki, gedib bunu dəyişəcəm də. Kasaya yaxınlaşdım. Mən bildirdilər ki, 14 gündən keçib artıq. Siz təsəvvür edin, mən orada neynədim? Dedim, siz mənə niyə? Bax, mən bunu istifadə eləməmişəm, açmamışam. Mənə niyə qırıq məhsul vermişsiniz? Nəsə, kassir elə dedi ki, yox. Dəyişə bilmərik. Mən də o qədər dirəndim. Kassada dayananlar hamısı mənə baxır ki, bu söhbətin axırı necə olacaq? Bir də görün, bir xanım yaxınlaşdı, işçilərdən biri. Mənə dedi ki, gəlin, mən bunu dəyişəcəm sizin üçün və dəyişdim. Siz inanırsınız, mən istifadə edə bilməzdim də. O tonal krem mənim əsəbimə toxunacaq idi ki, niyə bu qırıqdır? Sevmirəm də, o məndə artıq biz hərəmiz bir cürəyik, amma mən elə şeyləri sevmirəm, rahat olmuram elə də. O məhsulu istifadə edə bilməm ki, qırıqdır. Sol salfetkandan silirəm. Necə izi qalır. Tonal kremi 4 saat olar çəkmişəm. Ağır tonallıdır. Dinaran dediyi kimi Estelador'un effektini verir. Belə çox qapadıcıdır. Gecə makyajına daha uyğundur bu tonal. Dərim çox tez yağlanır. Bilməm necə qalacaq. Amma belə 4 saatdır. Qalıb üzümdə axmayıb. Yəni, xoşuma gəldi. Qiyməti də çox münasibdir. Digər vlogumda demişəm neçə almışam. Tam xatırlamıram, yəni indi. Yer yoxdur, bunu hara qoyum.
Bu qızlar Xiaomi-dəndir, tərəzi. İşləmir. Ona görə də yeni batareyalar almışam. Yoxlamaq istəyirəm ki, mən neçə kiloyam. Gəlin birlikdə baxaq. Batareyaları da mən 100-dan almışam. Tərəzi ümumiyyətlə ağıllı tərəzidir. Bunu həm də telefona da yükləmək olar proqramı. Bədəndə nə qədər su var və nə bilim başqa şeyləri də göstərir, amma mənim elə şey həvəsim yoxdur. Mənə lazımdır sadəcə olaraq çəkini bilmək. Ola bilməz. Ola bilməz. Mən 63 kiloyam. Mən 63 kiloyam. Mən şokdayam. Allahım, mən 63 kiloyam. Ola bilməz. Şok yaşadım. Mənim boyum, hər kəs məndən soruşur boyumu. Bir dəfə boyumu səhvən 1.55 demişəm. 1.65 əvəzinə. Mənə boyumda maraqlıdır. Çünki mən bilmirəm, çoxdan 18 yaşımda boyumu ölçmüşəm də. Ondan bilirəm ki, 1.65 idi. Bir gün Mehdiyə deyirəm, mənə metrə ilə ölçər. Maraqlıdır ki, boyum neçədir? Tam dəqiq olaraq. Amma yəqin ki, 1.65, 65-67 olaram. Əslində bu çəkiyə 63 normaldır. Bir 5 kilo mənim qarnımdır. Bizim yaşadığımız yerdə bir dənə dadlı təndir çörəyi olur. Allahım, onu bişirən qadın. Yəni, mən bu qədər təndir çörəyi yemişəm. Bizdə olan o təndirdən heç yerdə yeməmişəm. Dəhşət dadlıdır da, adamı özünə bağlayır. Yəni, mən bura köçəndən ancaq səhərlər təndir çörəyi, çox nadir hallarda lavaş və yaxud da ki, qara çörək yeyirəm. Məni kökəldən təndir çörəyidir. Şokdayam. Mən heç vaxt bu çəkidə olmamışam. Elə istəyirəm ki, qəşəng bir idman eləyim. Ayaqlarım biraz incəsin. Qarnım ümumiyyətlə olmasın. Biraz qollarımın bu hissələrini arıqladardım. Qalan da ki, hər şey normal. Çünki dizdən aşağı normaldır. Ayaqlarım but hissələrim belə ətləşir. Neysə, gördünüz də, axır. Rahat oldunuz. Həmişə mənə bu sualı verirdiniz ki, Gülnar neçə kilosan? Gülnar əməlli kökəlib. Bütün gün indi bunu fikirləşəcəm. Amma arıqlamaq da çox yaraşmır da mənə. Orası da var. Bir də qızlar, üzüm, mən kökəlmişəm deyə üzümdə kökəlib. O da nəm yaraşır yəqin ki. Çünki çox arıqlayanda da üzüm düşür. O da yaraşmır mənə. Ümumiyyətlə elə bir ki, kökələndə üzmə qəşənlik gəlir. Həqiqətən arıqlayanda üzdən belə pis görsənirəm, eybəcər görsənirəm. Belə, mən gedim, yatım. Səhər Mehdi işdən gələcək. O da mənə dedi ki, əgər yatacaqsansa, mən səhər özümə yemək hazırlayaram, yumurta zad. Dedim, nə olar, mən bu gecə çoxlu çəkilişlərim olacaq, bəs mən yatmayacam da. Gecəniz xeyrə qalsın. İndi yadıma düşdü ki, mən axı makyajı silməmişəm. Mərva, nə qədər yatırsan? Açmaq istəyirəm yüzümü. Dur. Saat uca 1'i işləyir. Gəl mənim qocum, gəl mənim gözəlim. Gəl mənim həyatım, sən nəsən? Deməli, Mərvanı evdə qoyub tez bazar düşmüşəm marketə ki, çörək zadı alam. Bir də görürəm ki, hələ zəng də eləmişsən mənə. İnternetim yox idi axı. İçəri girəm, Mərva mənə deyir ki, mama, mən səndən küsmüşəm. Deyirəm, niyə? De. Yumurta pişirib. Qazan qoyub açıb. Sular dağılır. Belə dəmir əvəzəklər gəlir. Part. Deməli, heç mən bunu öyrətməmişəm. Öz ağlından gəlib. Deyir, bunu bir dəfə bastım, deyir, olmadı. Bərk sıxıb bastım, deyir, söndü. Halaldır da, yəni. Bu uşaqda özünü müdafiə eləmək, nəsə bir hadisə olanda ona dərhal düzgün yanaşması, bir şey olanda dərhal başını işlədir də mənim qızım. Ağıllıdır da mənim qızım. Deməli, marketdən Mərvaya bir simit almışam. Qəşəng isti təndir çörəyi ki, qarnımı çıxartsın. Sonra belə saqqız. Bu ən sevdiyim bir kofelə içirəm bunları. Sonra limon duzu maşın üçün.
bu pul biber, çay, bir də qırmızı istiyor. Bir dənə Mərvanı, yəni bir dənə şəhərə aparıb gətirmək mənə görə nə qədər baha başa gəldi də, vallah. Uşağın burnundan da gətirdim. Deməli, mənim öz aparatım var. Aparatım mamamgildədir. Necə yadımdan çıxdı. Şey güya, ağzına taxmağa maskadır. Neysə, mənim aparatım var. Mən onu çoxdan almışdım. Bilirsiniz ki, Mərva uşaqlıqdan bronxitə meyilli olub. Hətta bronxit olurdu həmişə. O da mama gildədir deyə 50-60 manat almışam aparatı. Onu götürə bilməzdim oradan. Çünki sırazı biləcəkdilər ki, uşaq xəstələnib. Mənim başıma inanın ki, oyun açardılar da. Çünki bir ayda 2 dəfə xəstələnmək nə deməkdir? Öz aparatım orada təp-təzə qalıb. Bu da ki, Mərvan sinif yoldaşının anasına xahiş elədim ki, mənə bu aparatı göndərsin. Taksi ilə göndərdi, sağ olsun. Mərva üçün düşbərə aldım. Ailəli var bizim evin yanında. Çox qəşəng olur. Ətlər Kəlbəcərdən gəlir. Çox qəşəng olur bunların yeməkləri, hər şeyləri. Burada da belə peçenyalar. Bir dənəsini də mənə hələ hədiyyə verdilər. Çox bəyəndim bunu. 2 ədəd ətlə. Bu da 2 ədəd toyuqla. Salam, çox sağ olun. Mən 2 manatlıq Moskvaya 8 manat pul verdim də, necə yadımdan çıxdı. Dərmanlarla bir yerdə sifariş eləyə bilmədim. Mərva qorxu belə bilir ki, iynə vuracam Mərvaya. Qulaqlarımı izlət. Məndən nisbətən qulaqların yekədir. Nəfəs al. Kompleksi salıram Mərvanı indidən.